Belə bir çox ədli verilib və bizdən ən kiçik qiyməti soruşulur. Ən kiçik qiyməti tapmaq üçün biz əvvəlcə bu ifadədə düşünməliyik ki, bu hər hansı bir ifadənin kvadratıdır. Yəni, hər hansı bir ifadənin kvadratı şəklinə salmalıyıq. X kvadratı plus 4x, yəni bizə bu nə göstərir? Yəni, x kvadratı hər hansı bir x-in kvadratıdır. 4x da birinci ilə ikincinin hasilinin 2 misliymiş. Ona görə biz düşünərik ki, burada x plus 2-nin kvadratıdır. X plus 2-nin kvadratı. Gəlin indi açaq. X-in kvadratı plus birinci ilə ikincinin hasilinin 2 misli, yəni 4x plus 4. Demək, x kvadratı plus 4x plus 4 halına gətirməliyik. O zaman belə yazmaq olar. X kvadratı plus 4x plus 4. Axı bizdə 12 deyir. Mən 12-ni parçalayıb 4 plus 8 şəklində yaza bilərəm. Demək, bu x plus 2-nin kvadratıdır. Yazaram. X plus 2-nin kvadratı plus 8. Hər hansı bir kvadratı ifadədə ən kiçik qiyməti tapdıqda, yəni bura 0 olur. Yəni buranı 0 götürərik. 0 götürsək, demək ən kiçik qiyməti neçə olar? Ən kiçik qiyməti 8-ə bərabər olar.